Türk dünyası dedikdə Qafqaz və Anadoludan Şərqi Avropa, Orta Asiya və uzaq şərqə qədər uzanan qədim türk xalqlarının ortaq mədəniyyəti başa düşülür. Türk dünyası həmrəylik günü də bu xalqları mədəni bağlarla birləşdirməyə təşviq edir. Niyazi adına Dövlət Simfonik Orkestri ilə Qazaxıstandan dəvət olunmuş Türk dünyasının etnofolklor Turan ansamblinin birgə çıxışı da bu birliyin musiqi ilə təcəssümü oldu. Çıxış edən kollektivlər Türk dünyasının tanınmış bəstəkarlarının əsərlərini ifa edir. Bunlar bizim korifeylərimiz Qara Qarayev, Fikrət Əmirov, Macarıstan bəstəkarı Bela Bartok və əlbəttə ki, Turan ansamblinin simfonik musiqisi üçün uyğunlaşdırdığı xalq mahnılarıdır. Birlik Ruhu adlı musiqili gecədə Türkmənistan, Özbəkistan, Qırğızistan və Azərbaycan xalq mahnıları ilə yanaşı Aktotu Rayimkulovanın müəllifi olduğu Qozu Körpəş və Bayan Sulu baletindən 12 dəqiqəlik suita səsləndirildi. Turan ansamblinin çıxışı isə gecəyə xüsusi rəng qatdı. Kanat Omarovun dirijorluğu ilə Kuş Depdi, Qoştor Bağda Uçratdı mahnıları təqdim edildi. İştirak etdiyimiz konsert Türk ölkələri üçün çox əhəmiyyətlidir. Burada biz ortaq Türk mədəniyyətini bölüşürük. Niyazi adına Dövlət Simfonik Orkestri ilə çıxışımız da çox uğurlu alındı. Gözəl musiqiçilərdir, səhnədə bir-birimizi yaxşı anlayırıq. Onlarla bir səhnədə çıxış etmək çox xoş oldu. Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən konsert Türk dünyasının mədəni birliyinin bariz nümunəsi oldu. Məmməd Məmmədli, Kamran Soduyev, Sevgi Əlizadə, Ayşəm Razi, Mədəniyyət xəbərləri.